Herkese salam dostlar. Dostlar, bu günlərim sizə Hatsanın bir qeyri-adi model tüfəngi ilə tanış eləmək istəyirəm. Spitfire 1250 Vortex Quattro sistemi ilə çox gözəl bir tüfəngidir. Belə kobud görsənməyinə baxmayın. Amma çox güclü Hatsan 125 Vortex Sniper ilə dərdim sizə eyni gücdə bir tüfəngidir. Özəlliyi nədir bunun dostlar? 22 mm-lik ayarlana bilir Picatinny reisi ve 11 mm Picatinny reisi. Üzerinde fiber optik gaz sistemi ayarlanabilir ve üzerinde katlanan, gördüğünüz gibi lazım olmadığı müddetçe katlanabilen arpacığı, susturucusu 4.5 mm'dir. Başka kalibraj Azərbaycanda icazə verilmir. Yumuşaq qundağı, quattro tetik nədir? Tetiğin sərtliyin yumuşaldıb və çoxaltmaq olur. Avtomatik perdaxrantes sistemi var və bunun digərlərindən fərqi nədir dostlar? Bunun belə bir mağazini var. 10 ədəd qırma tutur. Həmin tirin qırmasından qoyursunuz bura, gördüğünüz kimi. Sadəcə bunu nə edirsiniz? Hər dəfəsində qatlayırsınız, atırsınız. Qatlayırsınız, atırsınız. Da hər dəfəsində qırma qoymağa ehtiyac yoxdur. Çox gözəl ələ və gözə yatımlı tir tüfəngidir və digər modellər də var. Bax, gördüğünüz kimi Hatsanın Zad adı ilə də, yəni Zad 4.5 mm'lik kamuflajlı variantı da var, qarası da var və Hatsanın yeni gələn PSP modelləri də var dostlar. Bax, Hatsan Flash modelidir, 101. Flash 101 modeli. Çox ucuz bir modeldir. Hatsanın tam dəst şəkildə satılır. Hər bir şey var üzərində. Nasosu, binokulu, mağazinləri falan, hər bir şey var üzərində. Kimə lazım olsa səhifədəki nömrə ilə əlaqə saxlaya bilər. Sağ olun, kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın dostlar.